Cənubi Azərbaycan 2-ci Dünya müharibəsi illərində. Demək, 41-46-cı illərdə Cənubi Azərbaycanda demokratik və milli azadlıq hərəkatı baş verir. Demokratik və milli azadlıq. Bunun səbəbləri nə idi? 1925-ci ildən bəri mövcud olan Rza Şahın hərbi polis rejiminin iflasa uğraması, 2-ci Dünya müharibəsinin başlamasının əhalinin vəziyyətini pisləşdirməsi və eyni zamanda burada ziyalıların əhali arasında mədəni, ictimai, siyasi tədbirlər aparması, Rza Şahın Cənubi Azərbaycanda yeritdiyi qərəzli antitürk siyasəti. Demək ki, xalqa qarşı yürüdülən bu pis siyasət nəticəsində xalq artıq cana gəlir və neyniyir? Milli hərəkat başlayır. 2-ci Dünya müharibəsinin əvvəlində İran hökuməti deyir, bitərəfliyini elan edir. Demək, 2-ci Dünya müharibəsində İran bitərəf ölkədir. Bitərəf ölkələrdən biri İrandır. Amma buna baxmayaraq, bu artıq Almanya kəşfiyyatının fəaliyyət meydanına çevrilmiş. Yəni, Almanpərəst, nasistpərəst mövqe tutmuşdu. Təbii ki, bu da Bakı nefti üçün təhlükə yaratmışdı. Çünki İngiltərə, Fransa Bakını bombardman eləmək istəyirdilər ki, Almanların əlinə keçməsin onun nefti. Və 41-ci avqustun 25-də SSR və Böyük Britaniya, az sonra da ABŞ, yəni müttəfiqlər SSR, Böyük Britaniya, ABŞ İrana qoşun yeridirlər. Sovet qoşunları İranın şimalını, Cənubi Azərbaycan, deməli İranın şimalı və Cənubi Azərbaycan Ruslar tərəfindən tutulur. Artıq burada belə deyək də, Sovet Rusiyasının elə hərbi sursat, texnika, ərzaqla təmin edən mühüm nəqliyyat vasitəsinə çevrilir İran. Bu dövrdə 41-ci ilin sentyabrında demokratik qüvvələrin İngiltərənin təzyiqi ilə Rza Şah istifa verir. Deməli, artıq demokratik qüvvələr eyni zamanda İngiltərə hökuməti tələb edir deyə Rza Şah istifa verir, Misrə gedir. Hakimiyyətə də gəlir Məhəmməd Rza. Artıq bununla da Rza Şahın o polis sistemi, hərbi polis rejimi iflasa uğrayır. Artıq real hakimiyyət parlamentə, hökumətə keçir. Bu dövrdə də 41-46-cı ildə demokratik hərəkatın qüvvətlənmək üçün şərait yaranır. Əsas məsələlər bundan sonra başlayır. Deməli, Cənubi Azərbaycanda 41-46-cı illər demokratik hərəkatı 3 yerə bölünür. 41-45-in yayına qədər, 45-in yayından dekabrın 12-sinə qədər, bir də dekabrın 12-sindən 46-cı ilin dekabrın 12-sinə qədər. 41-45, 45-45, 45-in dekabrın 12-sindən 46-ın dekabrın 12-sinə qədər. Birinci mərhələ deyəndə ağlımıza ancaq şuurlarda inqilab gəlsin, ana dilinin, mədəniyyət, yəni milli mədəni ideyaların canlanması gəlsin də, yəni əməli bir şey yoxdur. Demokratik qaydalar bərqərar olur, milli şuur oyanır, birinci şuurlarda inqilab olsun ki, sonra bunlar artıq silaha sarılsınlar. Nə bilim, bahalığa, möhtəkirliyə qarşı mübarizə başlayırlar. Ana dili və mədəniyyət, təbii ki, mədəniyyətdən başlamalıdır, ana dilindən başlamalıdır bir inqilab. Bunun üçün addımlar atılır. Bu hərəkatın birinci dövrüdür. Birinci dövrü deməli nədir? Milli şuurlarda inqilabla yadda qalır birinci dövr. Görək bəs ikinci dövrdə nələr baş verir? Hərəkatın ikinci dövründə, yəni artıq 45-ci ilin yayından etibarən ikinci dövrü başlayır. Beynəlxalq vəziyyət dəyişir və ikinci mərhələ başlayır. Bu dövrdə kiçik silahlı dəstələr təşkil edib terror hadisələri törədirlər. Eyni zamanda etnik toqquşmalar törətməyə çalışırlar. Hərəkatı boğmaq üçün, yəni yeni yaranan hərəkatı boğmaq üçün neynirlər? Əl atırlar da işə, terror aktları törədirlər, etnik toqquşma yaratmağa çalışırlar. Kimlər eləyir bunu? Təbii ki, hakim dairələr. Bunların qarşısını almaq üçün də Azərbaycan Demokratik Firqəsi 1945-in sentyabrında yaradılır. Deməli, bunların qarşısını almaq üçün nə yaradılır? Azərbaycan Demokratik Firqəsi yaradılır. Seyid Cəfər Pişəvəri sədr seçilir, ADF yerlərdə fədai dəstələr yaradır. Demək, buradan nəyi yadımıza salaq? Biz bilirik ki, 45-in sentyabrında deməli ADF yaradılır. Bəs bir də belə bir partiya ADP nə vaxt yaradılmışdı? Xiyabani hökuməti dövründə, bəli, Xiyabani hərəkatı dövründə 1917-ci il avqustunda demişdik ki, ADP hərəkatı rəhbərliyi üçün ADP partiya yaradılmışdı. Deməli, elə bir partiya 1945-in sentyabrında da burada, yəni Pişəvəri tərəfindən yaradılmışdı. Eyni zamanda bunlar yerlərdə fədai dəstələr yaratmışdı ki, fədai dəstələr də yaratmaq Səttərxana oxşarlıqda cəhət təşkil edir. Demək, fədai dəstələri həm Səttərxan hərəkatı, yəni 1905-11, həm eyni zamanda Pişəvəri hərəkatı dövründə də mövcud olmuşdur. Buranı da yadda saxlayırıq. Deməli, deyir ki, indi
ADF yaradılması haqqında bəyanatda irəli sürülən məsələlər. Yəni hansı məsələ irəli sürülmüşdü? Cənubi Azərbaycana muxtariyyət verilsin. Muxtariyyət sözü bizə hardan yada gəldi? İlk dəfə Cənubi Azərbaycanın muxtariyyəti kim istəmişdi? 1917-20-ci illər hərəkatına rəhbərlik edən təbii ki, Şeyx Məhəmməd Xiyabani istənmişdi. Deməli, ilk dəfə muxtariyyət tələb edən Xiyabani oldu. Onun kimi, onunla bənzər yenidən muxtariyyət istəyən kim oldu? Pişəvər oldu. Və deyir ki, Cənubi Azərbaycana geniş sosial-iqtisadi islahatlar keçirilsin, bütün insanlara hüquq bərabərliyi verilsin, əhalinin güzəranı yaxşılaşdırılsın. Təbii ki, yaxşı işlər görülməsini istəyirlər. 45-in sentyabrında elə, yəni ADF yaranan vaxtda sentyabrında nə edirlər? Azərbaycan dilində Azərbaycan qəzetini nəşr edirlər. Azərbaycan qəzeti bizə bir də hardan tanış gəlir? Bu ADF-nin rəsmi orqanıdır. Bir də AXC-nin rəsmi orqanı var idi ki, Üzeyir Hacıbəyinin rəhbərliyi ilə, o da Azərbaycan qəzeti idi. Ana dilində nəşrə başladı. Aha, yaxşı. 45-in sentyabrın 13-də təsisçilərin iş konfransı keçirilir. Deməli, sentyabrda konfrans keçirirlər və konfransa deyirlər ki, gəlin qurultay çağıraq. Elə ondan bir ay sonra oktyabrda da qurultayı çağırırlar. Qurultayda deyirlər ki, yəni bu mərkəzi hökumətin hücumunun qarşısını almaq üçün bütün şəhərlərdə yeni hakimiyyət orqanları yaradaq. Yeni hakimiyyət orqanları yaradaq deyirlər. Harda deyirlər bunu? Birinci qurultayda 45-in oktyabrında. Elə bu ADP-nin, yəni Azərbaycan Demokrat Partiyasının birinci qurultayıdır. Bəs bir də biz sizə Müsavatın birinci qurultayı keçmişdik. Bu nə vaxt idi? O da 1917-ci ilin oktyabrı idi. Aha. İndi deyək 45-ci noyabrında Azərbaycan Xalq Konqresi çağırılır. Burada deyirlər axı birinci qurultayda deyirlər ki, hakimiyyət orqanı yaradaq. Ona uyğun olaraq da konqresi çağırırlar və bu qurum da özünü müəssər məclisi elan edir. 45-in noyabrında konqres, yəni müəssər məclisi ölkəni idarə etmək üçün tələblər irəli sürür. Nə? Deyir milli hökumət yaradılsın, milli məclis çağırılsın, milli məclis çağırılsın, milli hökumət yaradılsın. 45-in noyabrında. 45-in noyabrında. Bunu istəyirlər. Bu deməli istəməkləri təbii ki, hərəkatın hələ ikinci mərhələsinə aiddir. Və noyabrda Milli Məclisə seçkilər keçirilir. Aha, seçkilər keçirilir və demokratik hərəkatın 3-cü mərhələsi başlayır. Nə ilə? 45-in dekabrında Milli Məclisin işə başlamağından. Deməli, Milli Məclis 45-in dekabrın 12-də işə başlayır və Pişəvərin başçılığından milli hökumət yaradılır. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olur. Deməli, baxın, bu 3-cü mərhələyə qədər, dekabrın 12-sinə qədər hələ Milli Məclis fəaliyyətə başlamamışdı. Milli Məclis 45-in 12 dekabrında fəaliyyətə başladı. Bununla da milli hökumət yaradıldı və 21 Azər hərəkatı adlandı. 21 Azər deməli Pişəvəri hərəkatıdır. Bunu da yadda saxlayırıq. Bununla da 3-cü mərhələ başladı. Azərbaycanlılar 3-cü mərhələdə, yəni milli hökumət Azərbaycan İran tərkibində muxtariyyət prinsipi əsasında mübarizə aparacağını bildirdi. Burada da Sovet qoşunları deyir, İranda olması Şah hökumətin milli hökumətə qarşı açıq hərbi müdaxilə etməsinə imkan vermədi. Yəni Sovet hökuməti bu hərəkata dəstək verirdi. Ona görə də İran birbaşa müdaxilə edə bilmirdi hərəkata. Pişəvəri milli hökumətin sosial-iqtisadi tədbirləri. Bunu xüsusi yadda saxlayın. Bax, buna xüsusi bir diqqət edin. Buradan düşmə ehtimalı çoxdur. Deməli, deyir, Pişəvərin milli hökumətin sosial-iqtisadi və mədəni tədbirləri. Görək, sosial-iqtisadi sahədə hansı tədbirlər gördü, mədəni sahədə hansı tədbirlər gördü. Bu bizə nəyi xatırlatdı? AXC-nin sosial-iqtisadi tədbirləri və mədəni tədbirləri var idi. Bəli. Deməli, milli hökumətin deyir, qarşısında duran birinci vəzifə yerlərdə inzibati ərazi orqanları, yəni mahal əncümənləri yaradıldı. Mahal əncümənləri yaradıldı. Nə vaxt? Elə hərəkat dövründə, milli hərəkat, milli hökumət dövründə. Mahal əncümənində bir də əncümən biz sizin harda öyrənmişdik? Səttarxan hərəkat dövründə. 46-cı yanvarında deməli dil haqqında qanun qəbul edildi. 46-nın yanvarında dil haqqında qanun qəbul edildi və Azərbaycan dili rəsmi dövlət dili elan olundu. 46-nın fevralında demək dil haqqında qanun mədəni tədbirdir. Mədəniyyətlə bağlıdır. 46 fevralında aqrar qanun qəbul olundu və torpaqsız kəndlər torpaqla təmin olundu. Kəndlər arasında torpaqlar bölüşdürülməli idi. Dövlət mülkiyyətində olan torpaqlar, bir də qaçmış mülkədarların torpaqları. Və yadımıza nəyi salaq? Dil haqqında qanun bir də AXC-də var idi. Bu nə zaman qəbul olunmuşdu AXC-də? Dil haqqında qanun 1918-ci ilin iyun tədbirlərində idi. Dil haqqında qanun 27 iyundaydı. Yadımıza saldıq. Aha, və ikinci hökumətə aid tədbirlərdən idi.
46-nın fevralında deyir aqrar qanun qəbulundur. Elə 46-nın fevralı burada aqrar qanundur. Bəs bir də 1919-un fevralında harda aqrar qanun həyata keçirmək üçün tədbirlər nəzərdə tutulur, komissiya tədbirlər irəli sürür, fikir irəli sürür, amma keçirilə bilmir. Bu da AXC-də idi. Ancaq AXC-də aqrar qanun həyata keçirilmir. Amma bundan fərqli olaraq Pişəvəri 46-nın fevralında aqrar qanun həyata keçirir. Bir də bu da 46-nın fevralında da aqrar qanun, bir də yadımıza salsaq, Şimali Azərbaycanda tam aqrar qanun nə vaxt həyata keçirib, yəni Azərbaycan Respublikasında bu da 96-cı ildə idi. 46-nın mayında qəbul olunan əmək haqqında qanun. Demək 46-nın mayında da əmək haqqında qanun qəbul olunubdur. Bu da may olduğu necə yadda saxlaya bilərsiniz? Həm əməkdə M var, həm də elə 1 may əmək günüdür. Ondan da yadda saxlaya bilərsiniz ki, 46-nın mayında da əmək haqqında qanun verilibdir. Fəhlə və qulluqçuların iş şəraiti yaxşılaşdırılıbdır. Yəni sahibkarların fəhlələri istismarı məhdudlaşdırılıbdır. Fabrik zavodlarda nəzarət tətbiq olunubdur. Bunu da yadda saxlayırıq. Əmək haqqında qanun. 46-nın iyununda Təbriz Universiteti fəaliyyətə başlayıb. Aha, 46 iyun Təbriz Universiteti idi. Bəs Bakı Dövlət Universiteti nə vaxt fəaliyyətə başlamışdı? AXC-də 1919-cu ilin sentyabrında. Bunu da yadda saxlayırıq. Aha, bəs Təbriz Universiteti necə tədbirdir? Təbii ki, mədəni tədbirdir. İndi baxaq, burada əmək haqqında qanun sosial-iqtisadidir, aqrar qanun aqrardır, elə dil haqqında qanun mədənidir, eyni zamanda Təbriz Universiteti mədəni tədbirdir. O diqqət edin onlara da, çünki inzibati islahatdırmı, məhkəmə islahatdırmı, aqrar islahatdırmı və yaxud da ki, mədəni tədbirdirmi, sosial-iqtisadidirmi, bunlara xüsusi diqqət eləmək lazımdır. Bəzən cavab heç hadisəni bilməsən də onlardan çıxır. Deməli, bunu da nədir yadda saxlayırıq? Daət. Daətlə. Deməli, birinci dil, onun ardından aqrar, onun ardından əmək, onun ardından da Təbriz Universiteti fəaliyyətə başlayır. Daət şəklində yadınıza saxlaya bilərsiniz ki, ardıcıllığı 46-da baş verib bunlar. Buradan da keçək nəyə? Milli Demokratik Hərəkatın yatırılma mərhələsinə. Artıq necə olur ki, Milli Demokratik Hərəkat yatırılmağa başlayır. Deyək ki, belə deyim də, 46-cı ildə artıq Sovet Rusiyası Moskvada Şimali İranda neftin çıxarılması Sovet İttifaqına konsensusiyya, yəni Şah hökuməti Sovet İttifaqına deyək ki, sən gətirib istədiyin qədər buradan neft çıxara bilərsən. Və 46-cı ilin iyununda Təbrizdə milli hökumətdən müqavilə bağlanılır. Milli hökuməti nətər ələ alırlar? Deyirlər ki, yəni sizə bəzi hüquqlar verəcəyik, ona görə də ələ alınır. Yəni İran məsələsində BMT-də müzakirə çıxarırlar. ABC-dan İngiltərə axı Sovet onları dəstəkləyir deyə, buna da Sovetə qarşıdır deyə, təbii ki, bir qurum kimi onları Sovetlərin dəstəkləyici bir qurum kimi qiymətləndirdiyinə görə Şah hökumətinə yardım edirlər ki, bu inqilabı yatırsınlar və deyir noyabrın 30-da hücuma keçən hökumət orqanları, fədailər arasında döyüşlər başlayır. Nəticədə Cənubi Azərbaycanda İran qoşunun deyir müqavimətin qarşısını almaq məqsədi ilə artıq hərəkat rəhbərlərini, Pişəvərini mühacirət etməyə məcbur olurlar. Yəni Pişəvərini mühacirət etməyə məcbur edirlər. Dekabrın 12-sində isə İran qoşunları Təbrizə daxil olur və Təbrizə daxil olmanla Milli Azadlıq Hərəkatı yatırılır. Deməli, Milli Azadlıq Hərəkatının yatırılır. Nə vaxt? Dekabrın 12-sində 46-cı ilin. 47-də müəmmalı şəkildə Pişəvəri öldürülür. Burada nə yadda saxlayırıq? Deməli, hərəkat əhatə elədi 41-46-cı illəri, hərəkatın ən qızğın dövrü oldu 45-46-cı illər, 3-cü mərhələ 46-cı il. Deməli, 45-in 12 dekabrından 46-ın 12 dekabrına qədər davam elədi və bu hərəkatın, yəni Milli Azadlıq Hərəkatı deyəndə Cənubi Azərbaycanda 5-11 Səttarxan məşruta hərəkatını yadımıza saxlayırıq, 1917-20 Xiyabani hərəkatını yadımıza saxlayırıq, 41-46-da Pişəvərin hərəkatı və yadda saxlayırıq ki, bunlardan muxtariyyət istəyən Məhəmməd Xiyabani ilə Pişəvər olubdur. Yəni ilk dəfə Xiyabani, sonra da Pişəvər istəyibdir. Deyək 41-46 Milli Demokratik Hərəkatının əhəmiyyəti nə idi? Təbii ki, xalqa milli varlığı, xalqın öz hüquqlarının müdafiəsi üçün mübarizə aparmağı göstərdi. Bəs yaxşı deyək, Cənubi Azərbaycan Birinci Dünya müharibəsindən İkinci Dünya müharibəsi dövrü üçün oxşar cəhət nədir? Təbii ki, hər ikisində deyə bilərik ki, milli hüquqlar istəməkləri, eyni zamanda milli demokratik hərəkatlar, yəni hərəkatların baş verməyi həm Birinci Dünya, həm İkinci Dünya müharibəsində və eyni zamanda Rus qoşunlarının ölkəyə daxil olmağı, eyni zamanda da fədai dəstələrin yaradılmağını ortaq cəhət kimi həm Birinci Dünya, həm də İkinci Dünyada deyə bilərik. AXC hökumətindən Pişəvəri hökuməti üçün oxşar cəhət nədir? Təbii ki, hər ikisinin rəsmi dili
Azərbaycan dili idi. Dil haqqında qanunu gördük biz. Eyni zamanda burada dedik Təbriz Universiteti, orada Bakı Dövlət Universiteti fəaliyyətə başlamışdı. Hər ikisinin Azərbaycan qəzeti rəsmi mətbuat orqanı idi. Buranı da yadda saxlaya bilərik. Belə. Bir də burada deməli deyir ki, 17-20-ci illər Xiyabaninin hərəkatında deməli 41 Pişəvəri hərəkatının ortaq cəhətləri, bunu xüsusi yadda saxlayaq. Yəni düşə bilən məsələlərdəndir ki, Xiyabani ilə Pişəvərinin ortaq cəhəti nədir? Demək, əvvəlcə yadda saxlayaq ki, hərəkat bayaq da qeyd elədik, Demokratik Partiya rəhbərliyi idi. Orada 17-nin deməli avqustunda yaradılmışdı. Burada da dedik ki, Demokratik Partiya nə zaman yaradıldı? 45-in sentyabrında yaradıldı. Sonra Azərbaycana muxtariyyət verilməsi, bayaq da qeyd elədik ki, hər ikisi muxtariyyət istəyibdi. Sonra dedik ki, deməli, milli hökumət müvafiq dövlət strukturları yaradılmışdı. Yəni, hər ikisinin müəyyən dövlət strukturu yaradılıbdı. Hər ikisi maarif, sosial, aqrar sahədə islahatlar həyata keçirib. Yəni, Xiyabani də aqrar, sosial və maarif sahədə islahatlar həyata keçirmişdi. Silahlı fədai dəstələri yaratmağı, bu ümumiyyətlə silahlı fədai dəstələri həm Səttarxanda, həm Xiyabanidə, həm də Pişəvərdə var. Dövlətə məxsus torpaqlarına kəndlərarası bölüşdürməsi, yəni aqrar islahat hər ikisində var. Hər ikisi Xiyabanidə, Pişəvərdə aqrar islahat həyata keçirmişdi. Buranı da yadda saxlayırıq.